Heç düşünmüsünüzmü? Tonlarla ağırlığı olan nəhəng bir təyyarə necə olur ki, göyə qalxır və havada saatlarla qala bilir? Bu sanki möcüzə kimi görünür. Amma əslində bunun arxasında fizika dayanır. Təyyarənin uçmasının əsas səbəbi qaldırıcı qüvvə adlanan bir gücdür. Təyyarə irəliyə doğru çox sürətlə hərəkət etdikdə, qanadların üst hissəsindən keçən hava daha sürətlə axır. Alt hissədən keçən hava isə daha yavaş hərəkət edir. Bu fərq nəticəsində qanadın üst tərəfində təzyiq azalır, alt hissədə isə daha yüksək qalır. Və həmin təzyiq fərqi təyyarəni yuxarı qaldırır. Yəni, qaldırıcı qüvvə cazibə qüvvəsindən böyük olduqda təyyarə havaya qalxır. Bəs təyyarəni irəliyə nə aparır? Burada mühərriklər işə düşür. Mühərriklər çox güclü şəkildə havanı geriyə itələyir. Newtonun məşhur 3-cü qanununa görə hər təsirə qarşı bərabər və əks reaksiya var. Mühərrik havanı arxaya itələdikcə, təyyarə də irəliyə doğru hərəkət edir. İrəli sürət artdıqca, qanadlar daha çox qaldırıcı qüvvə yaradır və nəticədə təyyarə uçuşa başlayır. Pilot havaya qalxmaq üçün əvvəlcə uçuş zolağında sürəti artırır. Müəyyən sürətə çatdıqdan sonra təyyarənin burnunu yuxarı qaldırır və təyyarə yavaş-yavaş göyə qalxır. Amma maraqlısı budur ki, təyyarə havada olarkən belə daim aşağı düşmək istəyir. Sadəcə, qanadlar davamlı olaraq yeni qaldırıcı qüvvə yaratdığı üçün havada qala bilir. Müasir sərnişin təyyarələri saatda təxminən 800 kilometrdən 900 kilometrə qədər sürətlə hərəkət edir və 10 kilometrdən yüksəkdə uça bilir. Bəs siz təyyarədə uçarkən ən çox hansı hissədən qorxursunuz? Turbulensiyadan, yoxsa havaya qalxış anından? Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın.